Nə üçün bəzi həkimlər pasiyentləri israrla konkret laboratoriyalara göndərirlər və hətta pasiyentləri geri çevirirlər. Ödənişinizi götürün, analiz nəticələri sırf bizim klinikada verilməlidir. Yox, burada vermirsinizsə biz heç sizə müalicələr də yazmırıq. Elnur xanım, demək ki, bu məsələnin arxasında tibbi zərurətdən daha çox maddi maraq durur. Bəlkə də indi çoxlarının xoşuna gəlməyəcək mənim bu fikri səsləndirməyim. Yəni görürsüz, klinikalarda müəyyən bir həkimlərin göndərişləri müəyyən bir ödənişlər əsasında olunur. Mən düşünürəm ki, bu həkim etikasına heç uzaq bir hərəkətdir. Bəli, qeyd etdiniz ki, bəli, çox doğru buyurursunuz. Axşam növbəsində həkimin səhlənkarlığı ucbatından 30 neçə xəstəyə eyni anda XG hamiləlik pozitiv analizi verilmişdi. Yəni pasiyentlər də bu barədə məlumatlı olsalar yaxınlaşanda baxmalıdırlar ki, tibb bacısı mütləq şəkildə ad familiyalarını soruşmalıdırlar. Həqiqətən təsdiqləməlidirlər ki, siz həmin şəxssizmi? Barkodlara baxmalıdırlar, doğru vuruldumu? Qan probirkalarının üstünə. Arıqlama iynələri ilə bağlı bir bum yaşanmaqdadır. Fəsadları nədir? Arıqlama iynələri ilə tez qısa zamanda bu qədər çəki itirməyin. Bir ay ərzində insanın 10 kilo, 15 kilo, 20 kilo çəki verilməsi yol verilən hal deyil. Yüksək dozalarla başlanılır həmin iynələrin vurulması və qısa müddət ərzində çox ciddi şəkildə çəki itirilməsinə səbəb olur. Evdə pasiyentlərin aptekdən alaraq istifadə olunmaları da hal-hazırda gündəmdədir. İndi bu dəqiqə insanların hamı kütləvi şəkildə həmin preparatlardan istifadə edən dönəmidir. Biz bu məsələnin bir qədər ağın çıxartmamışıq. Hələ daha çox ağırlaşmalar bugündən sonra bizi gözləyir.